Paytaxtda növbəti əmək yarmarkası keçirilib. Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkil etdiyi yarmarkada 90-a yaxın müəssisə tərəfindən 800-dən çox vakansiya təqdim olunub. Məqsəd məşğulluğun təmini, məzunların əmək bazarına cəlb edilməsidir. Yarmarkada vakansiyalara qəbul prosesi haqqında ətraflı məlumatlar verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib. Uyğun namizədlərin isə qeydiyyatı aparılıb. Vakansiyaların 200 qədəri ixtisas, 600-dən çox vakansiyalar isə daha çox peşə tələb edən vakansiyalar olmuşdur. Daha çox təmsil olunan şirkətlərimiz biznes, analitika, emal sənayesi, istehsal sənayesi sahəsində olan şirkətlərdir. Əmək yarmarkalarının keçirilməsi işğaldan azad olunmuş ərazilərdə davam etdirilir və həmin ərazilərimizdə artıq indiyə qədər 18 əmək yarmarkası keçirilmişdir. 2025-ci ildə isə 10 əmək yarmarkası keçirilmişdir, təşkil edilmişdir.